Çillə gecəsi bu torpağın ən qədim ayinlərindən biridir. Kökləri İran və Azərbaycan yaylası və Mesopotamiya türk xalqlarının dərin tarixinə uzanmış və min illərlə müxtəlif toplumlar, xüsusilə türklər arasında yaşadılmış bir ənənədir. Bu gecə ilin ən uzun gecəsi və qışın başlanğıcıdır. Təbiətin ən qaranlıq nöqtəyə çatdığı, amma səhərindən etibarən işığın yenidən qayıtmağa başladığı andır. Sanki günəş qaranlığın zirvəsində dayanaraq dirəniş və yenidən doğuluşun mesajını verir. Çillə gününün və fəsillərin dəqiq müəyyən edilməsi sadəcə astronomik bir məsələ deyildi. Mədəni inkişafın göstəricisi idi. İlin 4 fəslə bölünməsinin ilk rəsmi tətbiqi Sumer mədəniyyətində gerçəkləşmişdi. Sumerlilər bahar və payızın gecə-gündüz bərabərliyini, yayın ən uzun gününü və qışın ən uzun gecəsini müəyyən etmişdilər. Ancaq bu bilik İran torpaqlarında türk hakimiyyətləri dövründə özünün ən yüksək dəqiqlik və nizamına çatdı. Səlcuq türkləri tərəfindən Sultan Məlikşahın əmri ilə dəqiq günəş təqviminin yaradılması nəticəsində təkcə Novruz və payız bərabərliyi deyil, Çillə günü, qışın birinci günü və həmçinin yayın başlanğıcı xalq üçün elmi, əməli və sabit şəkildə müəyyənləşdirildi. Bu addım İranın mövsümü, mədəni və ictimai bayramlarının tənzimlənməsi sahəsində türklərin ən böyük mədəni nailiyyətlərindən biri oldu. Xalq artıq qışın nə zaman başladığını və ayinlərini hansı nizama görə icra etməli olduğunu dəqiq bilirdi. Çillə gününün Novruz kimi sabitləşdirilməsi göstərdi ki, zaman ölçülməsi və təqvim idarəçiliyi türk sivilizasiyasının ayrılmaz bir hissəsidir. Bəs bu gecə niyə önəmli idi? Çünki günəş bizim ulu babalarımız üçün həyatın, bərəkətin, barın və qələbənin rəmzi idi. Günəş qayıtdıqca soyuq azalırdı, torpaq yenidən oyanırdı. Malqaralar ölüm təhlükəsindən qurtarılırdı. İnsanlar yeni ilə daha böyük ümidlə baxırdı. Nar və qarpız kimi meyvələr bərəkət və ruzinin rəmzi sayılırdı və belə inanılırdı. Bu meyvələri çillə gecəsi yesən, yeni ildə evindən bərəkət əskik olmaz. Azərbaycan bölgələrində qış 2 hissəyə bölünürdü. Böyük çillə, sərt, soyuq və qışın əsas ağır dövrü. Kiçik çillə, daha qısa və yüngül hissə. Çillə gecəsi bu dövrə giriş qapısı idi. O gecə aşıqlar dastanlar oxuyar, igidlik nəğmələri söyləyərdilər. Bu millətin qəhrəmanlarını və ata yadigarı tarixini dilə gətirərdilər. Ağsaqqallar isə hikməti, əfsanələri və qədim inancları uşaqlara öyrədərdilər ki, xatirə və kimlik çırağı sönməsin. Bugün də biz bu gecəni qeyd edirik. Necə ki, ata-babalarımız olan türk elləri qeyd edirdilər. Çünki inanırıq ki, ən qaranlıq anda belə işıq yenidən qayıdar. Çillə təkcə bir gecə deyil, min illərin ümididir, səbridir və imanıdır. Əgər qaranlıq bir gecən varsa, bu sonsuz olmaz, işıq gələcək. Çillə bayramınız qutlu olsun.